Yasamalda narahatlıq yaradan vəziyyət. Alatava məhəlləsində açıq narkotik satışı. Hazırda. Bakının Yasamal rayonu Alatava məhəlləsində sakinlər ciddi təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. Çöldə durur. Odur ki. Odur. Bu. Buradan alırlardı. Onların sözlərinə görə ərazidə narkotik vasitələrin satışı artıq gizli deyil. Gündüz saatlarında belə açıq şəkildə həyata keçirilir. Bu da. Bu qapıdır. Kapıyı solda pelekan var ya. Hı. Solda pelekan olur orada verir. Burada. Buradan çıxış var. Hamısının eline bombalar yönüne kaçırılır var. Öyle miydi? Hara qaçır ki? Ötede vurmalara gitti. Valideynlər bildirirlər ki, belə vəziyyət həm uşaqların təhlükəsizliyini, həm də ümumi ictimai əsayişi ciddi şəkildə təhdid edir.